Çox maraqlı bir təklif edirəm, diqqətlə qulaq as. Mənzərə isə öz sözünü deyir. İlahi ilə birbaşa kontaktdır bu. İndi isə keçək mətləbə, diqqətin məndə olsun. Bir neçə gün bundan öncə sizi ruhani inkişaf etdirə biləcək bir oyunun keçirilməsi haqqında təklif vermişdim. Səs vermədə kifayət qədər çox insan razı idi deyənə bu oyunu keçirməyə qərarına gəldik. Bu çox qədim bir oyun olan Liladır. Hazırda ekranda onun şəklini görürsünüz. Məsələ ondadır ki, yerlərimiz çox məhduddur. Cəmisi 10 nəfər iştirak edə bilər. 5-5 qruplara bölünüb oynayacağıq. Xüsusi bir gözəl məkanda keçirəcəyik bunu. Mənim iştirakımla canlı görüşəcəyik. 10 nəfər və mən bu oyunu, necə deyərlər, həzzini yaşayaraq ruhani inkişafımıza vəziyyət yaradacağıq. Qısacası zər atırıq. Həmin o zər rəqəmləri üzrə addımlarımızı gedirik oyunda. Həmin o addımın tuş gəldiyi suallara cavab verərək biz də ruhani dəyişikliyə səbəb olan cavabları əldə edirik. Cəmisi 10 nəfər burada iştirak edə bilər deyənə saytımızda bunu satışa qoymuruq. İştirak etmək istəyənlər bizə inbox yazsın, menecerimiz sizə kömək olacaq. Odur ki, tələsin, çox qısa zamanda yəqin ki, bu yerlər satılacaq. Oyunumuz ya bu ayın sonu ya da gəlin ayın ilk günlərində həyata keçiriləcəkdir. Bir nəfərin iştirakı 150 manatdır. 10 nəfər cəmsi iştirak edə bilər, tələsin, getdik.